Salam dostlar, hər birinizi xoş gördük. Bugün sizə fitness və bodybuildingdə iki terminlə bağlı, iki anlayışla bağlı açıqlama verəcəm və sona qədər qulaq asın. Bu sizin bütün məşq proqramını tətbiq etməyinizdə çox böyük kömək olacaq. Deməli, bir anlayış sistem, digəri isə prinsipdir. Sistem nədir? Sistem o deməkdir ki, bütün məşq proqramının qurulmuş halı. Yəni məşqdə nələri eləyəcəyinizdən söhbət getmir. Onun tam şəkildə qablaşdırılmış halıdır. Bu sistemləri çox güman ki, bir çoxlarınız tanıyır. Full body'dir, push-pull leg'dir, split'dir, hit'dir, yəni yüksək intervallı, intensivlikli məşqlərdir. Bir də var prinsiplər var. Burada progressive overload var, compound, centrist pulse, retrogravity. Çox güman ki, bunların bəziləri sizə tanışdır, bəzilərinin bəlkə də bir çoxunun adını yeni eşidirsiniz. Sistem hər kəs üçün eyni ola bilər. İdmana yeni başlayan da, idmanla 5 ildir məşğul olan da, 15 ildir məşğul olan da full body'ni, PP'li, split'i işləyə bilər. Amma yeni başlayanlar bu hit antrenmanla başlaya bilməz. Amma aşağı-yuxarı bütün sistemi belə demək olar ki, hər kəsə tətbiq eləmək olar. Amma prinsip idmanla məşğul olacaq şəxsin idmandakı, belə deyək, o təcrübəsinə, idmanda nə qədər müddətdir məşğul olur, potensialı nə yerdədir, ona görə təyin olunur. Bir sistemin daxilində müxtəlif prinsiplərdən istifadə edə bilərsiniz. Amma göz önündə saxlamağınız lazım olan məsələ odur ki, lazım olan prinsipləri seçmək lazımdır. Yəni sizə uyğun olanı. Məsəl üçün, progressive overload prinsipin sistemlərin hamısını tətbiq edə bilərsiniz. Deyək ki, bu başlanğıc səviyyədə olan hər kəs bunu edə bilər. Amma compound setlər artıq orta səviyyə idmançılar üçündür. Amma halbuki bugün baxırsan, idman zalında yeni başlayanlar compound set tətbiq edir və sonra da şikayət edir ki, nə edirəm, əzələm inkişaf eləmir, əzələsini inkişaf edənlər başqa yollarla edir. Amma əslində zaten məşq proqramının doğru seçilməməsindən belə deyək, o fikirlər irəli gəlir, belə deyək, inkişaf dayanır. Məsələn, rest pulse prinsipi var, retrogravity var. Bunlar irəli səviyyə idmançılar üçün tətbiq olunacaq prinsiplərdir. Yəni bu prinsip cədvəlin 50-yə qədər indi durub burada yatsam, prinsip adı yazaram bura. Və yekun olaraq bir cümlə ilə mövzunu bağlamaq istəyirəm. Sistem belə deyək, idmançının məqsədinə görə seçilir, zamanına görə seçilir. Prinsip isə sistemin detallarıdır. Bu isə sizin idmandakı təcrübənizə görə seçilir. Yəni bugün siz idmana yeni başlamışsınız deyə hər prinsipdən istifadə edə bilməzsiniz. Və yaxud da ki, filan məşhur idmançını gördüm, bu məşqləri eləyirdi. Yekunda hamımız eyni məşqi eləyirik. Sadəcə məşqin içindəki o detallar var, o prinsiplər var. O prinsipləri bilmək lazımdır. Və doğru prinsip seçəndən sonra siz öz əzələnizin daşıya biləcəyi potensialla düz mütənasib şəkildə ona gərginlik, belə deyək, şiddət, mexaniki gərginlik verib onu inkişaf elətdirə bilərsiniz rahatçılıqla. Bu mövzu ilə bağlı hər hansı bir suallarınız varsa rəy bölməsindən qeyd edin. Bu iki termin üzərindən mövzunun başlanğıcıdır və siz bu mövzu ilə bağlı daha aktiv şəkildə iştirak eləsəniz, bu mövzunun dalısı gələcək və artıq prinsiplər detallı şəkildə, sistemlər detallı şəkildə bugünə qədər bizim dildə eşitməyəcəyiniz şəkildə izahatını görəcəksiniz.